2026-cı il MİQ çərçivə sənədindən əsasən ilk mövzu təlimdə inteqrasiyanın növləri. Təlimdə inteqrasiya o deməkdir ki, dərsdə öyrənilənlər bir-biri ilə və həyatla əlaqələndirilir. Bu, şagirdin öyrəndiyini daha yaxşı başa düşməsinə və tətbiq etməsinə kömək edir. Həyatla əlaqəli tapşırıqlar. Şagird öyrəndiyini gündəlik həyatda istifadə edir. Məsələn, faiz mövzusunu mağazada endirim hesablayarkən tətbiq edir. Fəndaxil inteqrasiya. Eyni fənin mövzularını bir-biri ilə bağlamaqdır. Məsələn, riyaziyyatda həm qrafik, həm də faiz mövzusunu birlikdə işləmək. Fənlərarası inteqrasiya. Müxtəlif fənlərin biliklərini bir mövzuda birləşdirməkdir. Məsələn, iqlim dəyişikliyi mövzusunda həm coğrafiyadan, həm biologiyadan, həm də ədəbiyyatdan istifadə etmək. Fənüstü inteqrasiya. Bütün fənlərdə lazım olan bacarıqları, məsələn, düşünmək, problem həll etmək, birlikdə işləmək, öyrənməkdir. Yəni, inteqrasiya dərsi daha maraqlı, mənalı və həyatda işə yarayan hala gətirir. Bütün mövzuların, yəni 2026-cı il MİQ çərçivə sənədinə düşmüş, istər ilk mövzu, təlimdə inteqrasiyanın növləri, istər sonuncu mövzu olan bullying mövzusuna aid olan geniş və aydın izahları siz bizim ödənişli qruplarımızda öyrənə bilərsiniz. Eyni zamanda bütün mövzulara aid situasiya tipli 4000-dən çox testimizi də sizlərə təqdim edirik ki, bu testləri işləməklə sizlər qarşıdan gələn MİQ və sertifikasiya imtahanında mütləqdir ki, uğur əldə edəsiniz. Odur ki, ödənişli qruplarımıza qoşulmağa tələsin. Uğurlar hər kəsə.